Qədir gecəsinin fəziləti bundadır ki, bu gecədə Quran nazil olub. İnsan çalışmalıdır ki, 1000 aydan daha xeyirli olan bu gecədə oyaq qalsın. Yəni, sual verilir ki, fəziləti nədir? Fəziləti bundan ibarətdir ki, Quran buyurur, Leylətul qədri xeyrun min əlfi şəhr. Qədir gecəsi 1000 aydan daha xeyirlidir. 1000 ay təxminən bir insan ömrü qədərdir, 80 neçə il eləyir. Yəni, bir gecə bir ömrə bərabərdir, bir ömürdən daha xeyirlidir. Ona görə də Qədir gecəsi elə fəzilətinə bu kifayət edir ki, Allah Quranda buyurur ki, Qədir gecəsi 1000 aydan daha xeyirlidir, daha faydalıdır və həmin gecəni insan gərək bu fürsəti əldən verməz. Məlum olduğu kimi Quranda Qədir surəsi var, bir surənin adı Qədir adlanır, yəni Qədir surəsi Qədir gecəsinə həsr edilmiş surədir. Bu surədə qeyd olunur ki, biz Quranı Qədir gecəsində nazil etdik və sən nə bilirsən ki, nədir Qədir gecəsi? Siz təsəvvür edin, bu gecə o qədər fəzilətli gecədir ki, Allah Peyğəmbərinə deyir ki, sən nə bilirsən ki, nədir Qədir gecəsi? Yəni, görün nə qədər üstündür. Sonra buyurur ki, Qədir gecəsi 1000 aydan daha xeyirlidir, 1000 aydan daha üstündür və o gecə mələklər və ruh yerə enir. Allahın izni ilə yerə enir, müəyyən işlər üçün yerə enir və həmin gecə səhərə qədər dan yeri sökülənə qədər salamatlıq gecəsidir. Salamatlıq o mənada yox ki, dünyada hansısa bir bəla baş vermir. Yəni, mənəvi baxımdan aramlıq, salamatlıq, mənəvi əmin-amanlıq gecəsidir və Qədir gecəsi nə qədər də biz desək, fəzilətini ifadə etmək olmur. Çünki Quranda bir cümlə ilə deyir ki, sən nə bilirsən ki, nədir Qədir gecəsi? Yəni, nə qədər desəniz, bilsəniz də azdır, Qədir gecəsinin fəzilətini ifadə edə bilməzsiniz. Bəli, ümumiyyətlə, Allah Quranda buyurur ki, məni çağırın, mən cavab verim. Ud'uni əstəcib ləkum. Çağırın, cavab verim. Mənə dua edin, mən də cavab verim. Və Allah, hər zaman Allahın rəhməti bizim üzümüzə açıqdır. İstənilən gün, istənilən saatda biz dua etsək, dualarımız qəbul olunur. Amma bəzi günün xüsusi vaxtları var, həftənin xüsusi günləri var, ayın xüsusi günləri var ki, bu günlərdə dualar qəbul olunur. Bəzi xüsusi məkanlar var, orada daha tez qəbul olunur. Məsələn, gecələr içində cümə gecəsi, cümə axşamı dualar daha tez qəbul olunur. Müəyyən məkanlarda dualar qəbul olunur. Namaz vaxtları dualar qəbul olunur. O cümlədən də duanın qəbul olunması üçün ən münasib fürsət Qədir gecəsidir. Allahın rəhməti daha çox təzahür olunur və bu gecə kim ümidlə Allahın qapısına gedərsə bağışlanmamış qayıtmaz. Mümkün deyil bağışlanmamış qayıtsın. İnsanlar gərək ümidlə Allahın dərgahına yönəlsin.